Zaqatalanın məşhur Tala məscidindəyik. Bu məscidin 2 dənə maraqlı detalı var. Birincisi, bu regiondakı ən böyük məsciddir. Minlərlə insan ibadət eləyir burada və ərazi o qədər böyükdür ki, görürsüz, 24 dənə sütun var, kərpicdən tikilmiş və içərisində tağlar var. Baxanda belə göz uzandıqca gedir məscidin içərisi. İkincisi, bu məscid tikiləndə üstünün dəmirlərini Hacı Zeynalabdin Tağıyev hədiyyə eləmək istəyir. Zaqatalada ağsaqqallar deyirlər ki, yox, biz hədiyyə qəbul etmərik, nə olub bizim pulumuzu özümüz eləyəcəyik. Tağıyev də bütün Qafqazdakı dəmirlərin hamısını alır. Nəticədən yenə məcbur qalıb Tağıyevdən götürürlər, o da hədiyyə eləyir. O dəmirlər 70 il təxminən istifadə olunur, sonra dəyişdirilir. Orijinal dəmirlərdən qalmayıb burada. Minarəsi çox maraqlıdır. Ən yuxarı hissəsinə parlaq dəmir qoyulub. Şəhərin fərqli hissələrindən o parıldayır günün fərqli vaxtlarında. Bir dənə də məscid şəhərin mərkəzində yuxarı hissədədir. Osmanlı üslubunda tikilib, yanında 2 minarə ilə. Onun içərisi buradan daha bəzəklidir. Zaqatalaya gələndə bu məscidin tarixi əhəmiyyətinə görə bura baxmağı tövsiyə edirik. Digərini də içərinin bəzəklərinə və memarlıq üslubuna görə tövsiyə edirik və Zaqatalanın görməli yerləri ilə bağlı inşallah irəliləyən vaxtlarda yeni videolarımız olacaq. Bizi izləməyə davam edin.